Orada İran, İsrail, Amerika Birləşmiş Ştatları və ümumiyyətlə Qərb götürəndə böyük mənada Qərb və İran qarşı durması həmişə olacaq. Çox sağ olun, Salih müəllim. Maraqlı bir məsələyə toxundunuz. Savaşlar həm də iqtisadi maraqlar uğrunda gedir, amma bu oyunda qazananlar və itirənlər də olur. Dünya iqtisadiyyatında, Elman mən biraz əvvəl də dedi, bir sıra ölkələr kəskin bir itkilərə məruz qaldı. Xüsusən də elə Avropa yanacağın qiyməti qalxdı, inflyasiya və s. Elə istəyərdik ki, biz Almaniya bağlantı eləyək. Avropa iqtisadiyyatı nə qədər zərər gördü və elə Almaniya Kommersbankının eksperti Murat Cəlalov bizimlə bağlantıda olacaq və istərdik onun fikirlərini öyrənək. Murat müəllim, hər vaxtınız xeyir olsun. Buyurun, eşidək sizi. Nə qədər zərər dəydi Avropaya? Bəli, ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin çox az nəticələrini Avropada, xüsusilə də Almaniyada görmək olur. Bunun əsas təsirlərindən biridir ki, elə son günlərdə yeni bir qanun üzərində işlənilir. 17-45 yaş arasında hər bir Alman pasportu daşıyan kişilərin ölkə xaricinin 3 aydan çox çıxışına qadağa qoyulacaq bir qanun olacaq bu. Və bunu digər sahələrdə də müşahidə etmək olur. Çünki neft və qazın qiymətinin ani şəkildə yüksəlməsi, təbii ki, burada deməli, atəşkəs imzalandığı dövrdə həftələr və ya da günlər ərzində qiymətlə bir qədər aşağı hissədə, amma ümumilikdə artan xətt üzrə davam edir və bu da özünü insanların rifah halında mənfi tərəfindən daha çox göstərir. Həmçinin neft və dizelin qiymətində son günlərdə 2 dəfədən çox artım müşahidə olunur ki, bu da onların qiymətini təqribən olaraq 2.50 avroya qədər yüksəlməsinə gətirib çıxarmışdır. Analitik araşdırmalarımıza görə neftin qiyməti təqribi olaraq 150-200 dollara qədər yüksəlməsini gözləyirik. Əgər bu hadisələr belə bir civarda davam edərsə, yay aylarının sonlarından Avropa Rusiya ilə sülh və əməkdaşlıq çərçivəsində Nord Stream 2 layihəsinin həyata keçirmək qarşısında məcburiyyətinə qalacaqdır. Eyni zamanda burada deməli iqtisadiyyatda durğunluğun davam eləməsi və inflyasiyanın daha da artması stagflation risklərindən güclənməsinə gətirib çıxarır. Çünki inflyasiya təqribi olaraq 1.9-dan 2.5-ə və hətta 5%-ə qədər yüksələ bilər. Həmçinin də GDP, yəni ümumdaxili məhsul 1.5-dən 0.9-a, 1.3-ə qədər enməsini biz müşahidə edə bilərik. Həmçinin eyni bu davam edən belə bir dövrdə deməli birjalarda manipulativ addımlar da atılır. Bununla məsəl üçün atakaların, hücumların olduğu bir dövrdə hansısa bir sahələrdə artım əvəzinə anidən eniş gözlənilir. Bu baxımdan da deməli investisiyalar edən şirkətlər daha çox deməli riskdən yayınırlar, investisiyalardan yayınırlar. Birja sahəsində də artıq durğunluğu bu artırır və qızıl qiymətlərində də yüksəlmələrə gətirib çıxarır. Çünki stabilliyi ancaq o sahələr daha çox qoruya bilir. Çox sağ olun Murat müəllim, minnətdarıq biz sizə. Təkcə Avropa iqtisadiyyatı deyil, ümumiyyətlə dünya ticarəti tarixi minimumlarını yaşayır. Elə bir neçə statistik göstəricilər istəyərdik, elə monitor üzərindən nəzər yetirək. Sonra Elman müəllim, sizin fikirləriniz bizim üçün maraqlı olacaq. İstərdik o rəqəmlərə nəzər yetirək. Qlobal ticarət artımı bu il üzrə 3% civarındadır və elə yaxşı bir rəqəm var. Ümumdünya Ticarət Təşkilatı bu rəqəmi açıqıb. 2025-ci 4.6% belə bir göstərici varsa, bu il üzrə göstərici 1.9% səviyyəsində olacaq. Bilmək istəyirəm, iqtisadiyyatlar nələr itirdi və bu müharibə dayansa, atəşkəs, sülh əldə olunsa belə, sizə iqtisadiyyatlar yenidən bərpa olunacaq və bunun üçün nə qədər vaxt tələb olunacaq? Əlbəttə,